düzgün qidadan başlayır. Kanserogen öt turşularının yaranmasını necə azaltmaq olar? Qərb tipli qidalanan cəmiyyətlərdə yoğun bağırsaq xərçəngi riski heyvan mənşəli məhsulların azaldılması ilə aşağı düşə bilər. Burada əsas günahkarlar heyvan zülalı və yağı kimi aqressiv amillərdir. Biz artıq görmüşük ki, heyvan zülalı bağırsaqda çürüyərək DNT üçün zərərli ola bilən çürük, yumurta qoxulu qazlar yarada bilir. Bəs yağ necə təsir edir? Yağ, bağırsağa öt turşularının daha çox ifraz olunmasına səbəb olur. Ödün əsas işi yağların həzm olunmasına kömək etməkdir. Yəni, bağırsaqda nə qədər çox yağ varsa, bir o qədər çox öd ifraz olunur. Problem də elə buradan başlayır. Çünki öd turşuları uzun illərdir ki, xüsusilə ikincil öd turşuları xərçəng törədici kimi şübhə altındadır. Öd turşuları bəzi bakteriyaların çoxalmasını stimullaşdırır. Bu bakteriyalar isə qaraciyərin yaratdığı ilkin öd turşularını ikincil öd turşularına çevirir və məhz bu ikincil öd turşularının xərçəngə səbəb olduğu göstərilib. Bu da yağla zəngin qidalanma ilə yoğun bağırsaq xərçəngi arasındakı əlaqəni izah edə bilər. Yüksək doymuş yağ qəbulu öd səviyyəsini artırır. Bu isə çox vaxt yoğun bağırsaq xərçəngi olan insanlarda müşahidə edilir. Bu ikincil öd turşuları qana sorula və bütün bədəndə dolaşa bildiyi üçün yalnız yoğun bağırsaq deyil, bəlkə də süd vəzi xərçəngi riskinə də töhfə verə bilər. Bu mexanizm Sahara altı Afrikada yoğun bağırsaq xərçənginin niyə bu qədər nadir olduğunu da izah edə bilər. Yerli Afrikalılar Afro-Amerikalılarla müqayisədə cəmi bir hissə qədər ikincil öd turşusu ifraz edirlər. Əgər heyvan yağı ilə zəngin pəhriz bu zəhərli və kanserogen bakteriyaların artmasına səbəb olubsa, bəs heyvan yağı yeməyən insanlarda nə baş verir? Təxminən 40 ildir ki bilirik. Bitki əsaslı qidalanan insanlarda nəcisdə öd miqdarı daha az olur və xərçəng törədən maddələrin yaranma qabiliyyəti azalır. Vegetarianlar xərçənglə əlaqələndirilən bəzi ikincil öd turşularını təxminən 70% daha az istehsal edirlər. İnsanları bitki əsaslı pəhrizə keçirdikdə, cəmi bir həftə ərzində bu öd turşularını yaradan bakterial fermentlərin aktivliyi yarıya düşür. Bir ay sonra isə bu maddələrin özü də yarı-bayarı azalır. Bu, öd turşularının ən təhlükəli təsirlərindən biri sərbəst radikalların istehsalını artırmasıdır. Məhz bu yolla onlar DNT-yə zərər verə və DNT-nin bərpa mexanizmlərini zəiflədə bilirlər. İnsanları adi pəhrizdən cəmi 12 günlüyünə vegetarian pəhrizə keçirdikdə, hidroksil sərbəst radikallarının istehsalında 13 dəfə azalma müşahidə olunur. Hidroksil radikalları ən dağıdıcı sərbəst radikallardan biridir və yoğun bağırsaq xərçəngi riskini artıra bilər. Onlar cəmi saniyənin milyardda biri qədər yaşayır. Amma bu qısa zamanda bağırsaqdakı zərərsiz maddələri DNT-yə zərər verən mutagen maddələrə çevirə bilirlər. İnanılır ki, öd turşuları bu prosesi sürətləndirir. Yəni, nəcisdəki sərbəst radikallar bağırsaqda kanserogen maddələri aktivləşdirə bilər. Standart Amerika pəhrizində nəcisdə yaranan sərbəst radikalların miqdarı heyrətamiz dərəcədə yüksəkdir. Hətta bu səviyyə ölümcül doza qamma şüalanmasının yaratdığı sərbəst radikal miqdarına bərabər hesab olunur. Bəs nə etməliyik? Yoğun bağırsaqda sərbəst radikalların yaranmasını azaltmağın real və praktik yolu nədir? Əlbəttə ki, daha bitki əsaslı qidalanmaq olar. Amma açıq deyək, kələm və kök satışında böyük pul yoxdur. Ona görə də alternativ olaraq bəzi alimlər insanların bağırsaqlarını antioksidant istehsal edən genetik olaraq dəyişdirilmiş bakteriyalarla məskunlaşdırmağı təklif edirlər.